Səbəblərə görə birinci izah yarımçıq qaldı. Deməli, harda qalmışdıq? İdarə olunmada. İdarə olunmada dedik ki, inkişafın monitorinqində həm müəllimlər yoxlanılır, peşəkarlığı, həm də şagirdin nailiyyəti. Və bu yolla da idarə etmədə hansısa dəyişikliklər aparılması təmin olunur. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır? Dövlət ictimai xarakter daşıyır. Məsələn, bu nə deməkdir? Əgər Məsələn, pedaqoji şura təşkil edirik. Orada valideyn komitəsinin sədri, müəllimlər, pedaqoji işçilər də iştirak edir. Deməli, biz burada qərar səs vermə yolu ilə qərarlar qəbul edirik. Bunun özü dövlət ictimai xarakterli idarə etməyə bir misaldır. Və bax, burada da qeyd olunur ki, ali idarə etmə orqan pedaqoji şuradır. Pedaqoji şura idarə etmədə demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə həyata keçirilir və ümumi təhsil müəssisəsinə rəhbərlik edir direktor. Sonra keçirik maddi texniki və tədris bazasına. Maddi texniki və tədris bazasına nələr daxildir? Laboratoriyalar, emalatxanalar, idman və akt zalları, tibb otağı, bufet, yeməkxana, mebel avadanlıqları, informasiya kommunikasiya texnologiyaları, audiovizual avadanlıqlar, tədris əyani vəsaitlər, dərsliklər və s. Bunlar oldu maddi texniki baza. Baxın, binanın daxilindəkilər, otağın daxilindəkilər. Gəlin deyək. Bir otağın daxilindədirsə də nəsə bizdən soruşulur da ki, məsələn, kompüter maddi texniki bazadır yoxsa infrastruktur. Deyirik, maddi texniki baza. Otağın daxilindəkilər infrastrukturdur, xaricdən gördüklərimiz, üzr istəyirəm. Otağın daxilindəkilər maddi texniki bazadır, kənardan gördüklərimiz, kənardan olanlar isə infrastrukturdur. Bax, pedaqoji kadrlar təminat. Bax, təhlükəsiz təhsil şəraiti. Pedaqoji kadrlar təminat. Sonra deməli, binalar, yardımcı binalar, yardımcı qurğular, sadə idman və təlim meydançaları. Baxın, idman meydançası biri var, idman zalı bu hissədə göstərdiyi kimi. Bir də var idman meydançası. Baxın, zal hardadır? Binanın daxilində. Ona görə deyirəm ki, belə yadda saxlasaq bəlkə daha asan olar. Meydança hardadır? Həyətdə, kənarda. Yəni, kənardan gördüklərimiz infrastrukturdur. Sonra kadrla təmin olunmuş tibbi və iaşə obyektləri. Tibb otağı maddi texniki bazadır. Otaq kimi, görürsünüz. Amma obyekt kimi tibb və iaşə obyekti deyirsə də bu zaman infrastrukturdur. Çünki onun özü bir binanın bir hissəsidir. Kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti infrastruktura daxildir. Görürsünüz, su, istilik, elektrik kənardan gəlir. Belə bəlkə yadda saxlayaq. Əslində çətin bir şey yoxdur, yəni elə asandır. Və əlilliyi olan şəxslər üçün də infrastruktur əlçatan olmalıdır. Keçirik ümumi təhsil sistemində təhsil verənlərin keyfiyyət göstəricilərinə. Bir təhsil verən hansı keyfiyyət göstəricilərinə malik olmalıdır? Mən birbaşa buna keçdim, amma keçməmişdən əvvəl bunu da qeyd edeyim ki, kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Pedaqoji təhsilə malik olanlar, həmçinin pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər pedaqoji fəaliyyətlə məşğul ola bilər. Bax, məsələn, filologiyanı bitirmiş biri pedaqoji təhsilə malik deyil, amma pedaqoji fəaliyyətlə miqə də buraxılır da bunlar. Bu deməkdir, bu cümlənin mənası. Burada da bir bənd qeyd olunub ki, ucqar ərazilərdəki məktəblərdə kadr çatışmamazlığı olduqda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müəllimi tərəfindən çatışmayan fənlər üçün müəllimlər, yəni həmin fənləri tədris edə bilər. Məsələn, biologiya, kimyanı belə, misal üçün. Və bayaqda qeyd elədiyim kimi, hansı keyfiyyət göstəricilərinə malik olmalıdır müəllim?
elmi nəzəri biliklərə malik olmalıdır. Ünsiyyət və iş bacarığı olmalıdır. Etika və mədəniyyətə malik olmalıdır. Əxlaqi keyfiyyətlərə malik olmalıdır. Özünü təhsil, əməkdaşlıq, tədqiqatçılıq, özünü təhsil və idarəçilik bacarıqları olmalıdır. Pedaqoji təcrübələrdən bəhrələnmə bacarığı olmalıdır. Ədalətlilik, məsuliyyətlik, cavabdehlik keyfiyyətlərinə malik olmalıdır. İşlədiyi məktəbdə ictimaiyyət arasında hörmətə və nüfuza malik olmalıdır və layihələrdə, müsabiqələrdə, proqramlarda iştirak etmə qabiliyyətinə malik olmalıdır. Bax, bu da bir təhsil verən bu keyfiyyət göstəricilərinə malik olmalıdır. Ümumi təhsil pilləsinə təhsil alanlarda bilik və bacarıq vərdişlərinin səviyyəsi burada göstərilir. Deməli, təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir. Baxın, təhsil alanın biliyinin, bacarığını, vərdişini biz necə müəyyən edirik? Sonda qiymətləndirmə aparırıq. Bax, bununla da müəyyən edirik. Bu deməkdir. Keçirik formalaşdırılan səriştələrə. Bir təhsil alanda hansı səriştələr formalaşdırılmalıdır? Ümumiyyətlə, səriştə nə deməkdir? Səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Qısaca deyək də, deməli, təhsil prosesində və həyatda. Bax, bir müəllim üzərindən deyim də bunu. Bir müəllim 100 balla, qoy belə deyək, 100 balla işə qəbul olub. İlk dəfə işə qəbul olub. Bu müəllim savadlıdır. Amma səriştəlidirmi? Xeyr. Savadı var, nəzəri bilikləri var. Müəyyən qədər indi testdə praktiki suallara da cavab verib, amma bu onun savadlı olduğunu göstərir. Hələ səriştəli deyil. Nə zaman səriştəli olacaq? Həyatda mənimsədiyi, deməli, bacarıqlar olanda səriştəli olacaq. Eləcə də şagird. Şagirdin nəzəri bilikləri varsa, buna səriştəli şagird deyə bilmərik. Nəzəri biliklərlə yanaşı onlarda praktiki biliklər, yəni o nəzəri biliyi tətbiq edə bilirmi? Bax, belə olanda səriştələr formalaşdırılmış olur. Deməli, şagirddə səriştə formalaşdırılır. Səriştənin 3 növü var. Deməli, təfəkkürlə bağlı səriştələr, fəaliyyətlə bağlı səriştələr, dəyərlərlə bağlı səriştələr. Təfəkkürlə bağlı deyilsə, beynin məhsulu demək. Yaradıcılıq, yəni kreativlik, tənqidi təfəkkürün olması, problem həll etmə bacarığı, qərar qəbul etmə və müstəqil öyrənmə bacarıqlarıdır. Təfəkkürlə bağlı səriştələrdə imtahanlarda düşür. Dediklərinin hamısı zaten imtahanlarda düşə biləcək bir şeylərdir, anlayışlardır. Sonra fəaliyyətlə bağlı səriştələr. Ünsiyyət, əməkdaşlıq, savadlılıqlar. Hansı savadlılıqlar? Rəqəmsal, informasiya, maliyyə savadlılığı. Müasir dövrün tələbi. Maliyyə savadlılığı. İnformasiya savadlılığı, rəqəmsal savadlılığı bu da çox vacibdir. Maliyyə savadlılığı da ən vacibidir. Mən deyərdim ki, bunların içərisində. Və bu maliyyə savadlılığını elə məktəb dövrlərindən formalaşdırmaq çox yaxşıdır. Çünki bir fərdin maliyyə savadlılığı olmağı deməyi dövlətin iqtisadiyyatına bir damcı, bir damla da olsa təkan vermək deməkdir. Belə. Sonra dəyərlərlə bağlı səriştələr. Dəyərlərlə bağlı səriştələr hansılar oldu? Vətəndaşlıq mövqeyini formalaşdırmaq, milli kimliyinin dərkini formalaşdırmaq. Dəyərlər dedikdə həm ailə dəyərləri, həm milli dəyərlər və s. Yəni, onları insan kimi formalaşdırmaq. Demək, bu ikisində göstərilir onları da bacarıq və deməli, biliyi, bacarığı formalaşdırmaq.
Dəyərlərlə bağlı səriştələrdə sırf onları insan kimi formalaşdırmaq, yəni insani, yüksək əxlaqi dəyərlərə, insani keyfiyyətlərə malik biri kimi, bir şəxsiyyət kimi formalaşdırmaq. Bu dəyərlərlə bağlı səriştələrdə bunlar nəzərdə tutulur. Cədvəlin içərisi özünüz üçün maraqlı olsa oxuyarsınız, amma özünüzü yormağa ehtiyac yoxdur. Bu hissədən testdə düşmür. Əsas odur ki, qeyd elədiyimiz hissələri nəzərdə saxlayasınız. Və burada da deməli 9-cu bənddə də ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənlər göstərilir. Bilirik ki, ümumi təhsilin 3 səviyyəsi var. İbtidai, ümumi orta, tam orta təhsil səviyyələri və məktəbə hazırlıq mərhələsi var. Bu 9-cu bənddə bu səviyyələrin hamısında və qrupda, yəni məktəbə hazırlıq qrupunda hansı məşğələlər, fənlər tədris edilir, onlar göstərilir. Bu sənəd ilk dəfə təsdiq olunanda 29 sentyabrda yadımdadır, 2020-ci ildə. Çünki sevərək oxuyurdum bu sənədi həmin dövrlər üçün. Çünki bilirdim ki, nə dəyişiklik, nə yenilik varsa bu sənəddədir də. Yəni yeniliklər var burada. Ona görə də maraqla oxuyurdum və diqqətimi bura qədər olan hissələr bizə bəlli hissələr idi. Bu sənədi oxuyanda diqqətim birinci burada çəkdi təbiət fənni. Baxın, görürsünüzmü? Dövlət standartı burada bu təbiət fənnini göstərməsəydi, bugünkü gün məktəblərdə təbiət fənni olmayacaqdı. Baxın, standart ona görə deyirəm ki, standart müəyyən edir hər bir şeyi. Deməli, burada fərqlilik burada təbiət fənninin olmağıdır. Tam orta təhsil səviyyəsində də bilirik ki, təmayül olan siniflər var, təmayül olmayan siniflər var. Və bilirik ki, texnologiyadır, musiqidir, təsvir incəsənətdir, tam orta təhsil səviyyəsində həyata keçirilmir, tətbiq olunmur. Və görürsünüzmü, burada ümumi orta təhsil səviyyəsində həyat bilgisi bu hissədə. Həyat bilgisi fənni göstərilməyib, ibtidaidə var. Amma ümumi orta təhsil səviyyəsində həyat bilgisi yoxdur, onun əvəzinə təbiət var. Belə, bu qədər. Yəni, burada elə bir şeylər yoxdur. Və 10-cu bənddə yenə hər üç səviyyədə və məktəbə hazırlıq mərhələsində təlim nəticələri göstərilir. Bu təlim nəticələri səviyyə üzrə təlim nəticəsidir. Bax, bunu da biləsiniz. Düzdür, müəllim olaraq məsələn, dərsin təlim nəticəsini biz öyrənmişik, bilirik. Fənnimizin təlim nəticəsi, bir dərsin təlim nəticəsi, yəni sonda uşaq nəyi əldə etməlidir də. Burada isə səviyyələrin təlim nəticəsi göstərilir. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda şagird nələri bilməlidir? Nələr bilməlidir? Oxuyur, baxın, qaydalar əsasında oxuyur, dil qaydalarına və nitq etiketlərinə əməl edir, oxuduqlarına və dinlədiklərinə münasibət bildirir, kiçik həcmli sayda mətn qurur və fikirlərini şifahi və yazılı ifadə edir. Eləcə də digər, deməli bu tədris dili, mən bu qeyd elədiyim tədris, eləcə də digər fənlər, riyaziyyatı var, xarici dili var. Yəni, hər bir fən üzrə, baxın, ibtidai təhsil səviyyəsinin sonunda, məsələn, riyaziyyat fənnindən 4-cü sinifi bitirəndə uşaq nələri artıq bilməlidir. Bax, bu deməkdir. Bunu əzbərləməyə ehtiyac yoxdur. Testlərə düşmür. Amma oxumanız yaxşıdır. Fəninizə uyğun və yaxud da ibtidai sinif müəllimisiz oxuyun da ki, görün uşaq sonda nəyi bilməlidir? Fənninizin, ibtidai təhsil səviyyəsində fənninizdən nəyi bilməlidir? Keçək növbəti bəndə. Deməli, tam orta təhsil səviyyəsində təhsilin təşkili nəzərdə tutulur burada. Bilirik ki, tam orta təhsil səviyyəsində təhsilçilərin meyl marağına uyğun və potensial imkanları nəzərə alınmaqla
tam orta təhsil səviyyəsi müxtəlif təmayüllər istiqamətində qurula bilər. Yəni, təmayül də ola bilər, təmayülləşmə tətbiq olmayan istiqamətdə də ola bilər. Təmayül olan siniflərdə və yaxud da ki, təmayül olmayan siniflərdə. Bu təmayül olan sinifin məqsədi nədir? Təmayül olmayan sinifin məqsədi nədir? Daha doğrusu səviyyə deyəndə tam orta təhsil səviyyəsi üzrə. Deməli, burada məqsəd nədir? Baxırsınızmı? Bu 11.2-də təmayül sinif üçün nəzərdə tutulur və burada qeyd olunur. Ümumi cümlənin mahiyyətini deyirəm. Ali təhsil pilləsində təhsil alma imkanlarının reallaşmasına yönəldilmişdir. Bax, sırf vurğulanır ki, təmayül siniflərdə ali təhsil pilləsi üzrə. Deməli, şagirdlər ali təhsil müəssisələrinə hazırlaşır təmayül istiqamətlərdə. Yəni, məqsəd bundan ibarətdir. Amma təmayülləşmə tətbiq olunmayan siniflərdə, baxın, bu hissədə göstərilir. Təmayülləşmə tətbiq olunmayan istiqamətdə sadəcə deyir ki, müvafiq peşələrə istiqamətləndirilməsinə xidmət edir. Bu ikisinin də fərqi bundadır. Əlbəttə ki, hər ikisində də onlarda bilik, bacarıq, vərdişlər sözsüz ki, formalaşmalıdır. Sözsüz ki, yuxarıda qeyd elədiyimiz səriştələr hər ikisində də formalaşdırılmalıdır. Onun heç bir dəxli yoxdur da buna. Sadəcə olaraq təmayül siniflərdə ali təhsilə hazırlıqdır, təmayül olmayan sinifdə müvafiq peşələrə hazırlıqdır. Belə, bu bənddə bu qədər. Keçirik 12-ci bəndə. 12-ci bənddə nə deyilir? 12-ci bənddə də səviyyələr üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını göstərir. Deməli, məktəbə hazırlıq İstər Azərbaycan, baxın, tədris dili Azərbaycan dili olsun, istər də digər dildə olsun. Məktəbə hazırlıqda həftə ərzində 12 dərs məşğələsi var. 12 məşğələ var. İbtidai təhsil səviyyəsində, yəni 1-ci sinifdən 4-cü sinifə qədər tədris Azərbaycan dilində olanda 99 saat dərs və dərsdən kənar məşğələ saatlarının miqdarıdır. Digər dildə olduqda 107. Ümumorta təhsil səviyyəsi üzrə, yəni 5-ci sinifdən 9-cu sinifə qədər tədris dili Azərbaycan dilidirsə də, cəmi dərs və dərsdən kənar məşğələ saatlarının miqdarı 5-ci sinifdən 9-cu sinifə qədər 164 saatdır. Tədris digər dildə olduqda 5-dən 9-a qədər 174 saatdır. 10-11-ci sinifdə tədris Azərbaycan dili olduqda cəmi deməli 74 saatdır. Yəni 10-11-ci sinif, ikisi birlikdə. Bura həm dərs məşğələləri, dərslə kənar məşğələləri də aiddir. 74 saatdır. Digər dildə olduqda 78 saatdır ümumi. Deməli, yekunda 1-ci sinifdən 11-ci sinifə qədər 337 saat dərs və dərsdən kənar məşğələlərinin miqdarıdır. Digər dildə olduqda 359 saatdır. Belə. İndiyənə qədər bu rəqəmlərdən düşməyib, açığı 5 ildə təsdiq olunub, 5 ildə hələ bu rəqəmlərdən düşməyib. Belə maraqlıdırsa da oxuyarsınız. Mən elə gəlir ki, bu ildə yəqin ki, rəqəm düşməz. Keçək qeydlər hissəyə, maraqlı məqamlar da göstərilir bu hissələrdə. Dərsdənkənar məşğələ saatının miqdarı həftəlik saatlarının maksimal miqdarının 20%-dən çox ola bilməz. Mən bunu istəyirəm müəllimin dərs üzərində qeyd edeyim. Baxın, məsələn, bir müəllimin tutaq ki, 10 saatı varsa, biz buna 3 saat məşğələ verə bilmirik. Dərsdən kənar məşğələ. Fakultativ də. Çünki 20%-dən çox ola bilməz. Dərsdən kənar məşğələ saatlarının miqdarı. Və yaxud da ki, 10 saat dərsi var, biz ona 4 saat, 3 saat fakultativ verə bilmirik. Çünki bu tələbi keçir ona görə. Sonra, zəruri hallarda dərsdən kənar məşğələ saatlarından fənnin tədrisinə ayrıla bilər. Məktəbə hazırlıqda bir məşğələ saatı 30 dəqiqədir. Şagirdlər, deməli, siniflər bilirik ki, 20 nəfərlə təşkil olunur da.
20 nəfərdən az olmamaqla təşkil olunur. Amma 20 nəfərə çatmadıqda da mövcud şagird sayı ilə sinif təşkil oluna bilər. Məsələn, Ucqar kənd məktəbidir. 7-ci sinifdə 15 uşaq var. Onda 7-ci sinifi ləğv eləyək ki, 15 uşaqla təşkil oluna bilməz. Yox, ləğv eləyə bilmək. Görürsünüz? Yəni, mövcud şagird sayı ilə sinif təşkil etmək olar. Və yaxud da ki, sinif ölçüsü imkan vermir. Sinifin birində 15 uşaqdır, birində də 15 uşaqdır. Birində də 16 uşaqdır. 20 nəfər düzəlmədi, amma yenə də biz sinifi təşkil edə bilərik. Çünki ölçümüz ona imkan vermir. Məsələn, 20 nəfər yerləşdirə bilmirik. Ucqar kənd məktəbidir, otaqları balacadır. Bax, belə. Bunun mənası budur, yəni. Sonra, təmayüz siniflərdə şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləşdirilir. Təmayüz sinif təşkil ediləndə, əgər 15 nəfər şagird ora müraciət etməyibsə, valideyn müraciəti də belə deyək, olmayıbsa, o zaman bu təmayüz sinif təşkil olmayacaq. Yox, olubsa olunacaq. Və 20 nəfərdən də çox olmamalıdır. Onda belə bir sual ortaya çıxır. Deyirsiniz ki, bəs müəllimə, tutaq ki, 22 uşaq müraciət edib, onda nə edək? Onda müsabiqə yolu ilə qəbul edəcəksiniz uşağı. Onların ballarına baxacaqsınız. 10-cu sinif, yəni 9-cu sinif buraxılış fən ballarına müsabiqə təşkil edə bilərsiniz. Bax, buna müsabiqə deyirik. Müsabiqə seçilmə var da, burada seçmə var. Və ilk 20 uşaq, hansı ki, o ballar, belə deyək də, ilk 20 uşağın balı, məsələn, buna imkan verir, onları götürürsünüz. O artıq 22 uşaq kimdirsə də orada xahişə baxmır, hörmətə baxmır da. Əslində qayda belədir ki, 2 nəfər kənarda qalır. Başqa məktəblərə müraciət edə bilər. O demək deyil ki, biz o uşağı təmayüzdə oxumaqda məhrum eləmişik. Xeyr. Başqa bir məktəbdə, başqa bir yerdə təmayüzli sinifdə təhsilini daha doğrusu davam elətdirə bilər. Burada qeyd olunur, deyir ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə paralel siniflər təşkil olunur. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbə görə şagirdin sayı 3 nəfərdən çox azaldıqda, baxın, birinci yarısında azaldıqda və ya artdıqda sinif ya birləşdirilir, ya da paralel sinif təşkil olunur. İkinci yarım il yox. Görürsünüz, vurğulanır birinci yarım ildə. Tutaq ki, may ayında şagird sayı azalırsa sinif birləşməyəcək. Amma yanvar ayında, dekabr ayında, yəni birinci yarım ilə qədər azalırsa da artıq ikinci yarım ilə keçəndə paralel siniflər birləşə bilər. Bu deməkdir. Belə. İzahımız hələ ki bura qədər. Bura kimi oxuyarsınız. Hələlik ümumiyyətlə bizim bu istiqamətlər üzrə hazırlıqlarımız var. Hazırlıqlarla maraqlanırsınızsa da 050 859 34 81 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Nömrəmiz YouTube kanalımızda da qeyd olunmuşdur. İnşallah növbəti dərslərdə görüşənə qədər hər birinizə uğurlar.